Şəhadət, yəni elmlə xəbər vermək deməkdir. Şəhadət, elmlə xəbər vermək mənasındadır. Şəhadət olmaz, sadiq kəlmə olmaz, elmlə və etiqadla deyilməsə. Yəni, şəhadət bu iki şey, yəni şəhadətdə bu iki şey mütləq olmalıdır. Yəni, əgər şəhadətdə bu iki şey olmasa, artıq o yalan şəhadətdir. Elm və etiqad. Yəni, mütləq olmalıdır. Ona görə fikir versəz, münafiqlər, baxın, görün münafiqlər nə deyir? Allah təbaraka və teala onlar barəsində xəbər verir ki, onlar belə deyirdilər. Nəşhədu innəkə lə rasulullah. Biz şəhadət veririk ki, sən Allahın elçisisən. Vallahu ya'ləmu innəkə lə rasuluh. Allah da bilir ki, sən onun elçisisən. Sonra baxın, Vallahu yeşhədu innəl münafiqinə ləkəzibun. Allah şahiddir ki, münafiqlər əsl yalancılardır. Yəni, münafiqlər deyirdilər ki, biz şəhadət gətiririk Allahın elçisinə. Amma bu şəhadətləri yalan idi. Yəni, inanmırdılar. Yəni, desələr də şəhadət veririk, amma qəlblərində inanmırdılar. Yəni, Allah təbaraka və teala şahiddir ki, onlar yalancıdırlar. Aydındır? Deməli, ona görə də şəhadətin sadiq olması üçün mütləq iki şey olmalıdır. Sonra bu etiqad etdiyin şeyi xəbər verməlisən. Yəni, mütləq nitq etməlisən. Yəni, nitq etməlisən ki, şəhadət sayılsın. Aydındır? Yəni, tələffüz etməlisən. Və bu məsələ açıq-aydın bilinən məsələlərdəndir. Yəni, hər kim qüdrəti olduğu halda şəhadət kəlməsini nitq etməsə, yəni tələffüz etməsə, müsəlman sayılmır. Aydın oldu? Hətta ona etiqad etsə də. Aydındır? Yəni, etiqad etsə də, amma tələffüz etməsə, müsəlman sayılmır. İxlasla.com saytı tərəfindən təqdim olundu.